Salam, hər vaxtınız xeyir. Bu dərsdə data type-lara baxırıq. TypeScript-də, əslində JavaScript-də istifadə olunan data type-lardır. Bizim fayllarımız .ts, .cs olmağının fərqi yoxdur. Hər biri eyni data type-larla, eyni strukturla çalışır, eyni sintaksə tabedir. Belə ki, let və constant istifadə olunur dəyişən təyin etmək üçün. Gəlin əvvəlcə belə eləyək. Mən hazır eləmişəm burada. Bu kodu istifadə eləyin. Keçən dərslərdə də göstərmişdim. npm init playwright at latest. Bununla playwright-i yükləyin. Happy hacking yazırsa artıq yükləndi. Bir test yaradaq. Test lessons assigning page. Let və constant istifadə olunur dəyişən təyin etmək üçün və fərqləri nələrdir? Let ondan ötəri istifadə olunur ki, mən bu dəyişənin dəyərini sonradan dəyişə bilərəm. Məsələn, let name bərabərdir İlqar. Console.log konsolda görmək üçün, çap eləmək üçün. Name. Gəlin indi buradan bir command prompt eləyək. npx playwright test UI. Bizim işlədiyimiz fayl bu idi. Ona görə bunları digərləri mənə lazım deyil hələ ki. Lessons. Gördüyünüz kimi bura çap olundu. Mən indi bunun dəyərini dəyişsəm, tutaq ki, name, artıq let yazmağa gərək yoxdur. Çünki let təyin etmək üçün, onu yaratmaq üçün istifadə olunur. Ona artıq dəyəri burada təyin edə bilərəm. Burada təyin edə bilərəm. Heç eləməyə də bilərəm. Yəni fərqi yoxdur. Burada let ehtiyac yoxdur. Name məsələn olsun Samir. Gördüyünüz kimi indi Samir çap olundu. Əgər mən bunu qaldırsaydım yuxarı, bura gətirsəydim, console.log burada olsaydı, İlqarı çap eləyirdi. Nəyə görə? Çünki İlqar burada İlqar olaraq təyin olunub və bunu çap eləyir. Sonradan mən adı dəyişdirirəm, sonradan çap eləmirəm. Əgər burada yenə də çap yazsam, console.log məsəl üçün console.log yazsam ki, name birinci İlqar, sonra da Samir çap elədi. Çünki birinci buradakı dəyəri çap eləyir. Sonra mən bunun dəyərini dəyişirəm və ikinci dəyəri çap eləyirəm. Eyni dəyişənə elə bir fərqli dəyərlər mənimsətdim. İndi bunu şərhə alım. Data type-lar keçəndə daha ətraflı danışacağam. Bir də constant var. Constant nədən ötərdir? Constant məsələn name yazdım. Name yazdım. Olsun Samir. İndi bunu belə eləyək. Name bərabərdir İlqar. Console.log name. Burada bizə görürsüz xəta göstərir qırmızı ilə. Nə deyir? Cannot assign to name because it's a constant. Yəni bunun dəyəri dəyişilə bilməz. Buna bir dəfə Samir hansısa bir dəyəri mənimsətmişəm, ona görə heç bir dəyər mənimsədə bilmərəm. Bundan sonra bunları şərhə alıram ki, bu görünməsin, icra olunmasın. Sadəcə şərh kimi qalsın burada. Bundan sonra var undefined. Undefined data tip var. Bu ikisini deyim, ondan sonra digər data tipləri digər dərsdə deyəcəm. Undefined nədən ötəridir? Məsələn, let tutaq ki, name bərabər name, vəsə. Bu undefineddir. Yəni mən bir şey yaratdım, bir dəyişən yaratdım, amma ona heç bir data vermədim, heç bir dəyər vermədim. Mən bunu çap eləyim desəm, undefined. Gördüyümüz kimi burada yazır undefined, yəni təyin olunmayıb. Buna heç bir dəyər verilməyib. Yaxşı, mən belə desəm, name bərabərdir Samir. Bu dəfə artıq dəyər təyin elədim ona. Bundan başqa bir də var null data tipləri. Məsələn, let name bərabərdir null. Null nədən ötəridir? Burada nəyə görə qırmızı göstərdi? Çünki biz burada bir dəfə təyin eləmişik. Artıq bir dəfə təyin eləmişik, bir dəfə yaratmışıq. İkinci səfər eyni adda dəyişən yarada bilmərik. Gəlin bunu belə eləyək. Username olsun.
username bərabərdir 0. Əgər mən bunu silsəm eləcə tipini əgər mən bunu silsəm eləcə desəm ki, dəyəri dəyiş, hə, onda problem yoxdur. Amma ki mən nə edirəm? Mən burada let yazmışdım. Bir də name yazmışdım. Name-i axı yuxarıda mən təyin eləmişəm. 2 dəfə təyin eləmək olmur da. Gəlin bunu username eləyək. Username bərabər 0. Console log username. Gördüyümüz kimi 0 çıxartdı. 0, yəni dəyişən var, amma ona heç bir dəyər təyin olunub, amma boş dəyərdir. Bunun heç bir mənası yoxdur. 0 kimi bir şeydir. Növbəti dərsdə artıq data tipləri haqqında danışacağam.